Rusiya Ukraynaya gecə saatlarında 315 pilotsuz uçuş aparatı və 7 raketlə hücum edib. Hava hücumundan müdafiə vasitələri 213 dronu vura bilib. Kiyevdə şiddətli dron zərbələri nəticəsində 7 rayona ziyan dəyib. Çoxmərtəbəli binalarda və fərdi yaşayış evlərində dağıntılar, yanğınlar qeydə alınıb. Avtomobillər və anbarlar yanıb. Şəhəri qatı tüstü dumanı bürüyüb. Kiyev meri Vitali Kliçkonun məlumatına görə paytaxtda 4 nəfər yaralanıb. Rusiya tərəfi isə Kiyevdə raket istehsal edən Artyom zavodunun və hava limanında yanacaq anbarının vurulduğunu iddia edir. Odessanın mərkəzi də intensiv dron hücumuna məruz qalıb. Nəticədə 2 nəfər həlak olub, 9 mülki şəxs xəsarət alıb. Təcili tibbi yardım stansiyasının inzibati binası tamamilə dağılıb, ərazidə yanğın baş verib. Bundan əlavə yaşayış evləri, idman kompleksi və dəmir yol vağzalına ciddi ziyan dəyib. Doğum evinin inzibati hissəsi də zədələnib. Təəssüf ki, bu gecə də çoxlu dağıntılar oldu. Doğum evimiz də zədələnib. Xoşbəxtlikdən heç kim xəsarət almayıb. Hamı sığınacaqda idi. Düşmən hücumlarının sayını azaltmır, sadəcə artırır. Ona görə də biz bir-birimizə kömək etməliyik. Rusiya səmasında isə Ukraynaya məxsus 102 pilotsuz uçuş aparatı vurulub. Dronların əksəriyyəti Bryansk və Belqorod vilayətləri üzərində zərərsizləşdirilib. Hücumlarla əlaqədar Moskvanın bütün 4 hava limanında müvəqqəti uçuş məhdudiyyətləri tətbiq edilib. Xavər Əliyeva, Fərda Abbasova, ATV Xəbər.